Xoş gördük dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Masazır qəsəbəsində tam girişdə 12 mərtəbəli binanın 7-ci mərtəbəsində 3 otaqlı 93 kvadrat metr yaşayış sahəsi olan bir mənzilimiz satışdadır. Tam girişdə yerləşir, su, işıq, qaz, çıxarış var. Mühafizə sistemi 24 saat, lifti, 2 lifti var. Bir sözlə hər kommunalları, bütün yəni parkingi hamısı mövcuddur. Tam da girişdə yerləşir. 12 mərtəbəli binanın 7-ci mərtəbəsindədir, 3 otağı düzəlmədir. Proyekt necədir? Girişdə qəşəng böyük bir dolaq yığılıb və gözəl salon sağda. 2 balkon sahəsi var mənzilin. Həm belə deyək, bu hissəyə baxır, həm də digər arxa tərəfə də. Yəni 2 balkon sahəsi var. Tam əşyalı da satılır, əşyasız da satıla bilər. Yəni 2 variant, ikisi də mövcuddur. Yataq otağına da keçək, maşallah geniş. Hamısı da gördüyünüz avadanlıqlar təzədir. Yəni bir balkon sahəsi bu hissədədir, hörmətli izləyicilərimiz. Gördüyünüz kimi, yəni o da Bakı-Sumqayıt magistral yoludur. Tam da buradan rahatlıqla görsənir. Maşallah, kvadrat həqiqətən də böyükdür, 93. Kupça da əldədir. Təqribən 89 kvadrat metrdə kupçadadır. Yəni bilirsiniz ki, fərq edir. Bu ki, belə də çox az da fərq edir. Sağda bir dənə qəşəng diski. Biraz üzrə sayın, çünki bir müddət yaşayış olmadığı üçün bir balaca səliqəsizlikdir. Sanitar qovşağı, duş kabinası, moydadırı, bir sözlə hamısı qaydasında. Keçdik mətbəxə. Mətbəximizdəki gördüyünüz kimi geniş. Hamısı da bahalı avadanlıqlardır. Yəni həm sobası, soyuducusu, paltaryanı, bir sözlə hamısı. Aspiratoru. Bir daha təkrar edirəm, yəni kös əlaqədar biraz basqırıntılıqdır. Keçək növbəti balkonun sahəsinə. Yəni burada da əlavə yenə aristonu da var. Sadəcə olaraq kombi yoxdur, onu siz alıb quraşdırırsınız. Yəni radiatorları da var. Gördüyünüz kimi baxın. Bu hissəyə də baxır. Bir balkon, digər hissəsi balkonda o bir sahəyə baxır. Gələk qiymətə, yəni bütün əşyaları ilə 140.000 manatdır. Hörmətli izləyicilərimiz, 93 kvadrat. Yenə də real alıcılara indirim olunacaq. Baxın, dəyərləndirin. Sağ olun, sağlıqla qalın.